iyul 1993-cü ildə erməni cəllatları tərəfindən işğal olunmuşdu. Ağdam şəhəri və bir neçə ətraf kəndləri işğal olunmuşdu. Ermənilərlə farsların birləşməsi Ağdam şəhərini tamamilə yerlə yeysar eləmişdi. Yəni burada tikinti deyilən bir şey qalmamışdı. Qalmışsa da elə belə səbətə qalmışdı da, müqavvası qalmışdı. İndi şükür Allah'ın böyüklüyünə Ağdam şəhəri yenidən bərpa olunur, tikinti işləri gedir. Neçə dənə binalar tikilib hazırdır. Artıq Ağdam rayonuna, Ağdam şəhərinə köçdə olubdur. Köçdə gəlibdir. Ağdam sakinləri Ağdam şəhərində yaşayırlar. Yavaş-yavaş deməli Ağdamın yaşayış binaları Ağdam sakinlərinin yaşadığı əraziyə yaxınlaşacağım. Ağdam şəhərində gördüyünüz kimi işlər davam edir. Bəli, orada da işçilər işləyir, binalarda işləyir. Artıq Ağdamda biz birinci svetofor olan əraziyə yaxınlaşırıq. İlk svetofor qurulan əraziyə yaxınlaşırıq. Burada da binalar tikilib tam yaşamaq üçün hazırlanır. Bu da gördüyünüz kimi Ağdamda ilk qurulmuş svetoforlar. Artıq svetoforlar da işləyib vəziyyətdədir. Bu da Ağdam Muğam mərkəzidir. Gördüyünüz bu bina Ağdam Muğam mərkəzidir. Şəhərə girəndə sağ ərazidədir. Ağdam Muğam mərkəzidir. Qarşı tərəfdə görsənən bina isə Ağdam GT Oteldir. Gördüyünüz kimi burada lövhədə isə Ağdam şəhərində olan binaların, inzibati binaların göstərən lövhələrdir. Ağdam Otelinin yanıdır. Artıq Ağdam şəhərində quraşdırılmış ikinci svetofora yaxınlaşırıq. Bəli, burada da dayanmağa görə svetofor bizə əmr verdi, dayanırıq. Bu da bizim gördüyümüz kimi Ağdam lövhəsidir. Ağdama xoş gəlmişik. Günü-gündən çiçəklənən Ağdam şəhərimiz. Ağdamda gördüyünüz kimi tikinti işləri davam edir.